Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ramazan ayı boyunca siz əzizlərə Ayətullah Məkarim və Ayətullah Xamni və Ayətullah Sistan ağaların nəzərlərini çatdırırıq. Bu məsələlərdən də biri cünub şəxsin yəni sübh azanından qabaq qusul alması məsələsidir. Alimlərin fətvasına görə buyururlar ki, əgər bir şəxs Ramazan ayında gecə cünub olarsa, sübh azanından qabaq, fəcr olmamışdan qabaq gərəkdir ki, qusul alsın. Əgər bir şəxs öz yəni cənabət halətini o qədər təxirə sala, o qədər gecikdirə ki, artıq onun qusul almağa vaxtı qalmaya. Üç alimin nəzərinə əsasən buyururlar ki, bu şəxs təəmmüm alacaq, qusul almayacaq, təəmmüm alacaq, təəmmümlə də orucunu yerinə yetirir. Əlbəttə ki, namaz üçün, çünki namazın vaxtı genişdir, sübh namazının vaxtı genişdir, namaz üçün qusulunu alıb namazını qılacaq. Amma oruca görə təəmmüm alacaq. Hərçənd ki, buyururlar, o gecikdirməsində, yəni qusul almamasında, oruca görə qusul almamasında günah etsə belə, təəmmüm alacaq, orucu səhihdir, orucunda heç bir işgal yoxdur. Başqa bir halət, yəni bu cür təsəvvür olunur ki, əgər bir şəxs cünub halətində ola, bu etiqadla hamama girə ki, qusul yəni alacaq və qusul alması sübh azanından qabaq tamam olacaq. Yəni bu etiqadla qusul alır və ancaq qusul aldığı əsnada məlum olar ki, artıq sübh azanının vaxtı daxil olmuşdur. Yəni sübh azanının vaxtı daxil olmamışdan qabaq bu quslu tamamlaya bilməmişdir. Buyururlar ki, bu şəxsin orucu düzdür. Hər üç müştəhidin nəzərinə əsasən bu şəxs orucunu adi qaydada davam etdirəcəkdir. Heç bir qəzası daha yoxdur. Vəssalamu aleykum və rəhmətullah.